Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bugünkü videomda hər kəsin hazırlaya biləcəyi üsulla mayasız, qatqısız pendir və kəsmik hazırlayıram və bunlardan qalan ayranla xəmir hazırlayacağım və çox xırçıltılı kövrək xəmirlər qızardacağım. Dəyərli izləyicilər, inanıram ki, videomuzu sona qədər izləyib bizim hazırladığımız üsulla siz də hazırlaya biləcəksiniz. Pendir və kəsmik üçün mən 5 litr süd almışam və süd çox yağlıdır. Gördüyünüz kimi südü qaymağı ilə birlikdə süzdüm və indi isə qoyuram bişməyə. Pendiri hazırlayarkən pendir mayasından istifadə etməyəcəm. Təbii evdə deməli yumurta qarışımı hazırlayıram. Bunun üçün mənə 3 yumurta lazımdır 5 litr süd üçün. Üzərinə 1 dolu stəkan qatıq əlavə edirəm və 1 dolu yemək qaşığı isə duz əlavə edib bunları biraz qarışdıracağım. Pendir və kəsmik üçün südü siz sadəcə üzüm və yaxud da alma sirkəsi ilə də çürüdə bilərsiniz. Ancaq bu cür qarışımla çürüdəndə südü pendiriniz çox ləzzətli alınacaq. Yeyəndə də dadında fərq hiss eləyəcəksiniz. Və mən südü qoymuşam bişməyə. Artıq yavaş-yavaş südümüz qalxmağa başlayıb. Görürsünüz, qaymaq özünə yığıldı. Və qaynamağa başlayan kimi əlimdəki qarışımı qarışdıra tökürəm südün içərisinə. Onu da qeyd edim ki, istifadə etdiyim duz pendir və turşu üçün satılan duzlardandır. Süd qaynağa düşən kimi qazın altını aşağı edirik ki, daşmasın. Dəyərli izləyicilər, südün çürüməsini aydınlıqla göstərməyə çalışıram ki, sizin üçün hər şey aydın olsun, qaranlıq, şübhəli bir məqam qalmasın. Artıq 7-8 dəqiqədir ki, qaynayır. Mən isə qarışdırıram. Südün içindəki çürüntülər isə gördüyünüz kimi lap çoxaldı və ağırlaşır, get-gedə çürüntülər. Ona görə də bundan artıq mən qaynatmayacağım və hamısı çürüntünün qazanın üzərinə yığılıbdır. İndi isə mən bunu isti-isti süzürəm. Pendir hazırladığımız üçün ayranı isti-isti süzmək lazımdır ki, biz bunu sıxıb bağlayanda pendir öz formasını istikən alsın. Ayranı mənə lazım olduğu üçün ayranını yaxşı sıxıb, üzərinə ağır bir qab yerləşdirib qoyacağım. 3-4 saat ərzində pendir özünü tutsun, həm də ki soyuyub bərkisin. Əlinizin altında ən ağır su qabınız və yaxud da ki ağır bir çəkili qabınız varsa, onu siz qoyun. Mən küpənin içərisinə su doldurmuşam. Mənim üçün yetərlidir bunun ağırlığı. Dəyərli izləyicilər, bizə yorum yazıb dəstək olan hər birinizə öncədən təşəkkür edirəm. Allah sizlərdən razı olsun. Hələ də abunə deyilsinizsə kanalımıza abunə olun. Kanalımızın böyüməyi, genişlənməyi üçün bizə dəstək olun. Pendirdən süzülən ayranı qoydum qazın üzərinə qaynamağa. Qaynayan kimi içərisinə yenə də 1 stəkan sadəcə qatıq tökdüm. Əgər qatığınız şirindirsə, qatığın içərisinə 2 yemək qaşığı sirkə əlavə edin, qarışdırın, sonra ayranın içinə tökün. Gördüyünüz kimi mənim südüm yağlı süd idi, ona görə də ikinci dəfədə bu qədər çürüntü yarandı. İndi isə suyu yaşılımtıl rəngə döndü ayranın. Artıq 6-7 dəqiqə yenə də qaynatdım və ocağın üzərindən götürürəm. Kəsmiyi süzmək üçün biraz ayranı soyudub sonra süzəcəm. 40 dəqiqə keçdi. Mən artıq süzürəm çünki vaxtım azdır. Ona görə də tam soymağını gözləyə bilmədim və üzərindən isə bu cürə basıram ki, ayranı süzülsün kəsmiyin. İkinci dəfə çürütdüyüm ayrandan 350 qram kəsmik alındı. Mənim südüm yağlı olduğuna görə kəsmik də yağlıdır. Yəni dietik kəsmik deyil. Üzərinə isə istəyə görə biraz çörək otu sərpirəm. Və qalan suyu mən atmıram. Bunları biraz xəmir üçün ayırmışam.
İndi isə ayran soyumamış istikən xəmir eləyəcəm. Kəsmikdən, pendirdən qalan ayran çox faydalıdır. Mən bunu atmayacağım və şüşə butulkalara yığıb soyuducuda saxlayacağım. Növbəti dəfə xəmir eləyəndə istifadə etmək üçün duz, şəkər tozu və maya qatıb xəmir edirəm. Ərzaqların miqdarını videonun açıqlama bölümündə qeyd edəcəm. Xəmirim hazırdır. Yumuşaq, ələ yapışmayan bir xəmir alındı. İndi isə xırda hissələrə ayırıram və qızartmaq üçün kündələyəcəm. 10 dəqiqə kündədə qalsın. Sonra isə biraz açıb qızardacağım. Xəmirlərin hamısını eyni ölçüdə açdım. İndi isə əvvəlcədən isinmiş yağda qızardıram. Xəmirlər bişəndən sonra o qədər dadlı və ləzzətli alınmışdı ki, yeyənlər heç inanmadılar ki, mən bunu sadəcə pendirin suyu ilə hazırlamışam. Bişəndən sonra bunun üzərinə şəkər tozu və yaxud da bal da töküb yemək olar. Yəni istəyə bağlıdır. Onsuz da heç nə də tökməsəz, xəmir özü çox dadlıdır. Və bu cürə hamısını qızardıram. Gördüyünüz kimi çox havalı xəmirlərdir, həm də xırçıltılıdır. Dəyərli izləyicilər, o qədər yumuşaq və kövrək alınıbdır ki, xəmirlər əl vuran kimi qırılıb tökülür. Və siz bunu pendirin suyu olmasa da belə qatıqla, yumurta ilə də hazırlaya bilərsiniz. Əziz xanımlar, əgər sizin vaxtınız varsa, axşamdan hazırlayın pendiri, səhərə qədər qalsın. Mən isə 3 saatdır ki, saxlayıram. Və pendirim yaxşıdır, bərkiyib. İndi isə açıb, kəsib sizinlə paylaşacağım. Yetərincə pendirimiz bərkiyib və qalınlığı da yaxşıdır. Bu pendiri biz bişmiş süddən hazırladıq. Tərkibində hər hansı bir virus, xəstəlik olma ehtimalı yoxdur. Ona görə də biz bu pendirə duz vurmadan rahatlıqla özümüz də yeyə bilərik və uşaqlarımıza da verə bilərik. 5 litr süddən bu qədər bərəkətli pendirimiz çıxdı. Dəyərli izləyicilər, göz haqqınızı halal edin. İnanın ki, heç də çətin deyil evdə pendir, kəsmik hazırlamaq. Və həm də o qədər də faydalıdır ki, ev şəraitində bilirsiniz ki, içərisində nə var, qatqılı maddə var ya yox. Yəni bunu hazırlamağa dəyər. Bu isə artıq qalmış pendir suyudur. Bunları mən soyuducuya qoyacağım. Və bu pendirləri isə ayranın özünün də içərisində saxlamaq olar. Sadəcə içərisinə biraz turşu üçün duz tökmək lazımdır və pendiri onun içərisində saxlamaq olar. Mənim o qədər vaxtım çatmadı bunu sizə göstərmək üçün. İnşallah növbəti videolarımızda görüşənədək salamat qalın, Allaha əmanət olun.